Deməli, əziz dostlar, Kəlbəcər rayon Seyidlər kənd sakini olan şair babam Ayrı Məhməd bəzi oğlanlar orada burada boğazını gəzdirəndə onlara qəşəng bir şiir yazmışdı. Yazır ki, kişi gərək süfrə açsın, ad alsın. Orada burada gövşəməyə nə var ki? Bir kəs yıxılanda qolundan tutar. Yıxılana döşəməyə nə var ki? Evin eşiği satandan sonra, hər gecə bir yerdə yatandan sonra, namusu qeyrəti atandan sonra gündə alıb boşamağa nə var ki? Yaşa şair. Əhməd deyər, nə batmısan qan tərə? Daldıya düşəndə dönürsən nərə? Arvad söyürsən, verirsən peysərə. Arsız yaşamağa nə var ki? Sağ ol qardaş. Var ol şair. Var ol. Sağ ol.